inkişaf etdirmiş bir xanım. Bu biznesdə ametist karyerinə kimi gəlib çıxıb, hansı ki bu biznesin demək olar ki bir çox imkanlarına yararlanmışam. İxtisas sözüm, Mamalıq fakültəsindən məzunuyam. Akuşerkayım, yəni 2 il dövlət işində çalışmışam. Amma analıq vəziyyətində olarkən qızımla birlikdə başladığım bu biznes platforması mənim həyatımı dəyişdi. Və əsasən mənim həyatımı dəyişdiyi nöqtə də mənim motivasiyamdan başladı. Mənim daxili gücümdən, mənim enerjimdən başladığı üçün istədim ki, bugünkü mövzumuzu onun üzərinə keçək. Çünki əsasən rütbələrimizdir, bonuslarımız, ballarımız da bunlar haqqında ətraf keçirək. Hansı ki biz başlayanda da yeni başladığımız ərəfələrdə demək olar ki, məsələn, əsasən təlimlərimizdə çox insan, az sayı insan olurdu. Yəni yavaş biz hər bir şeyi qaldıra bildik. Hansı ki bunlar bizim sadəcə daxili gücümüzdən, daxili motivasiyamızdan irəli gələn bir şeydir. Bilirik ki, ümumiyyətlə motivasiya insanı ilkin olaraq qoyduğumuz hədəfə, plana aparacaq tək və yeganə bir şeydir. Çünki motivasiya birinci olmalı ki, bizim disiplinimiz də arxasıcan gəlsin. Motivasiya, yəni biz bilməliyik ki, biz niyə istəyirik bunu, nə üçün istəyirik, sonunda nə olacaq. Ona motivasiyamızı artırırıq və onun üzərindən biz ora disiplinimizi qatırıq, enerjimizi qatırıq, gücümüzü qatırıq, əzmimizi qatırıq və bunun əsasında gəlirik istədiyimiz nəticəni əldə edirik. Amma motivasiyamız iki cür olur əsasən, daxili və xarici motivasiya. Daxili motivasiya dedikdə biz nəyi nəzərdə tuturuq? Əsasən bizim daxilimizdən gələn motivasiya, yəni biz yıxılsaq da, qalxsaq da heç bir problem bizim gözümüzə görsənmədən sadəcə bizim buramızda olan mən bacaracağam, mən qazanacağam düşüncəsi və onunla birbaşa getdiyimiz yol. Hansı ki bu motivasiyada bizim qarşımıza çıxan bütün maneələr bizi gözümüzə çox kiçik bir problem olaraq görsənir və bizi birbaşa hədəfə çatdırır. Əgər daxili motivasiyamız varsa. Amma xarici motivasiya əsasən biznes tərəfdən fikirləşəndə pul, hədiyyələr, nə bilim səyahətlər mi deyim, nəsə qarşılıqla olan bir şeydir. Hansı ki o qarşılıq əsasında biz xarici motivasiya olaraq özümüzü bilgiləndirmiş oluruq, xaricdə motivasiya olaraq özümüzü qidalandırmış oluruq əsasən və bunun nəzdində biz istədiyimiz nəticəni gətirib çatdıra bilirik. Və istədiyimiz nəticə üzərində biz daimi şəkildə mübarizə aparırıq, həmin mübarizəni inkişaf etdirdiyimiz müddətçə qazanmış oluruq. Amma avtomatik olaraq həmin pul mu deyim, həmin nə bilim hansısa bir qoyduğumuz hədəf mi deyim, azalırsa və ya da rütbə mi deyim, kiçilirsə bizim artıq motivasiyamız sönür və biz həmin işdən əlimizi çəkirik. Əgər biznes qurmaq istəyiriksə, təkcə bizə daxili motivasiya vacibdir, sadəcə daxili motivasiya ilə irəli gedə bilərik düşüncəsi olsa, xeyr. Əslində biznesdə ikisi də, yəni daxili motivasiya nə qədər önəmli olsa belə ikisi paralel olmalıdır. Həm xarici motivasiya olmalıdır, həm daxili motivasiya. Və xarici motivasiyanı oyadan əsasımızın daxili motivasiyamızdır ki, ona görə biz buna bərabər saxlamalıyıq. Həm buna yer ayırmalıyıq, həm buna. Hansı ki, hər çətinlikdə dayanmalıyıq, qaçmamalıyıq. Ən əsası uzunmüddətli bir plan qurmalıyıq. Həmin statistikadan irəli getməliyik ki, biz nə edəcəyik və komandamızı qurmağa həvəs yaratmalıyıq. Özümüzdəki biz komandamızı necə ayaqda saxlaya bilərik, nə edə bilərik. Uğur bir növ gec gələ bilər, amma biz yolumuza davam etməliyik ki, həmin uğuru tapa bilək. Hansı ki, həmin uğurlu olduğumuz nöqtəni əsasən hansı çətinliklərlə olur olsun, tapmaq üçün gündəlik çalışmalar etməliyik. Həmin səhvlərimizin üzərində rahat bir şəkildə çalışmalıyıq. Biznesdə əsasən bilirsiniz ki, xarici motivasiya dedikdə bizim aldığımız qazançlar, bonuslar, premiyalar, nə bilim, sosial statusumuz olsun, hansı bir rütbələrimiz, əsasən bunlar. Və bunun əsasən də kiməsə özümüzü sübut etmək. Yəni bir çox xanımlar bunun üçün qoşulur. Mən məsələn deyirlər ki, mən ailəmdə özümü sübut edəcəm və ya da mən çevrəmdə özümü sübut edəcəm ki, mən bacardım, mən qazandım və bunun üzərindən də gəlirlər, bu biznesə qoşulurlar. Amma artıq bir xırda bir maneədən, problemdən geri çəkilmiş olurlar. Çünki artıq sadəcə bu xarici motivasiyadan gəlmiş olur o baxımdan. Ona görə də biz sürətli hərəkətə keçmək istəyiriksə, istədiyimiz nəticəni daha dayanıqlı, daha davamlı etmək istəyiriksə, ikisini bir arada aparıb gözəl şəkildə etməliyik. Çünki bizi biznesdə saxlayan əsasən, çox üzr istəyirəm, gedirəm. Bir dəqiqə. Devam edeyim liderim. Yox, gəldim. Tamam. Narahat olun, buyurun. Hansı ki biz bu xarici və xarici motivasiyanı paralel şəkildə saxlayıb istədiyimiz nəticəni daha gözəl şəkildə əldə etmiş ola bilərik. Bunun üçün də biz həm sürətli şəkildə inkişaf etməyimiz üçün xarici motivasiyanı işə keçirməliyik, həm də dayanıqlı şəkildə, yəni heç bir problemi qarşısına gətirmədən davam etmək istəyiriksə, nə qədər çöküş yaşayaq, biz davamlı şəkildə davam edib istədiyimiz nəticəni əldə etmək istəyiriksə, bunun üçün də daxili motivasiyamızı birmənalı olaraq önə çıxartmalıyıq. Hansı ki, bu daxili motivasiya sayəsində də hər zaman istədiyimiz nəticələri yüksək şəkildə əldə etmiş oluruq.
Ki buna əsasən elə istəyir biznes həyatımızdan danışa bilərik, istər hansısa bir dövlət işimizdən danışa bilərik. Hansı ki bir növ buna misal olaraq belə çəkim. Biz gündəlik olaraq nə qədər işdən yorulsaq da dövlət işindən söhbət edirəm. Biz bilirik ki, ayın sonunda biz o qazancı alacağıq və ona görə xarici motivasiyamızı ancaq yəni nə qədər problem çıxırsa çıxsın qarşımıza, onu yüksək saxlayırıq ki, əsas odur ki, biz aylıq qazancımızı alacağıq. Və bunun üzərindən də davamlı şəkildə çalışmağa başlayırıq. İstəsək də, istəməsək də artıq özümüzü məcbur işə vermiş oluruq. Amma bəzən biznes olanda bunu çox boş vermiş oluruq. Düşünürük ki, olsa da olar, olmasa da olar. Amma əslində bu biznes həyatında daxili, xarici motivasiyanı düzgün şəkildə düzənləyəriksə, eyni zamanda öz şəxsi inkişafımızı bunun üzərindən artırarıqsa, hansı ki, daxili motivasiyanın əslində biz şəxsi inkişafımızı çox yüksək şəkildə artırmış olarıq. Onsuz bu biznesə gələn hər bir xanım ilk olaraq buna nəzər yetirməlidir. Çünki bu biznesdə əsas biz pul qazanmaq istəyirsə, birinci pula odaqlanmaq yox, çevrə qazanmağa odaqlanmalıyıq. Çevrə ilə yanaşı olaraq da özümüzün şəxsi inkişafımıza odaqlanmalıyıq. Çünki insan birinci özünü yaratmalıdır ki, o komandanı yarada bilsin. Düzdür, biz insan olaraq onsuz da bir varlığıq. Bundan təsdiqi, yəni çox gözəl təsdiqləyirəm, amma sadəcə bir varlıq olaraq, yəni sosial status olmadan biz ümumi olaraq bir addan, bir kimlikdən ibarət olmamalıyıq. Düzdür, anayıq. Çox böyük bir vəzifədir, demirəm. Yəni qətiyyən gözümdə kiçiltmirəm bir ana olaraq, bir qadın olaraq, amma ümumi olaraq bir statusunda olmalıdır. Həm ana olmalıyıq, həm bir növ qadın olmalıyıq, həm hansısa bir işdə rəhbər olmalıyıq və yaxud da ki, hansısa bir işdə özümüzü inkişaf etdirməliyik ki, bizim səhərsi gün ümumi olaraq özümüzün bir statusu, bir mövqeyi olmalıdır və bunun üçün insan birdən-birə gəlib nə direktor ola bilməz, nə hansısa bir statusa yerini ala bilməz. Ayrıca analıq belə 9 ay səbir eləyir, səbir gözləyir bizdən. Amma biz bəzən istəyirik ki, 3 ay içərisində bunu həll eləyib, oldu, olmadı, 3-cü aya kimi çıxaq gedək. Mən də alınmadı, qoyuruq, qatırıq, qoyuruq bir kənara ki, yox, alınmır. Amma əslində bəzən etdiyimiz ən böyük, bəzən yox, çox vaxt etdiyimiz ən böyük yanlış da sırf bunun irəli gəlir ki, biz bunu düzgün şəkildə nizamlamırıq və bunun üzərindən düzgün şəkildə çalışmırıq. Ümid edirəm ki, bütün xanımlar bunu tam düzgün şəkildə anlayar. Çünki əsasən bu statusu yaratmaq üçün birinci bayaq qeyd etdiyim kimi özünüzü yaratmağa çalışın. Mən kiməm? Bu sualı özünüzə verin. Mənim bu həyatdakı missiyam nədən ibarətdir? Mən sadəcə səhər açıldı ev işləri, o, bu, onu yola ver, bunu yola ver. Sadəcə bugün üçün yaşamaqmı, yoxsa gələcəyimi inşa edib özüm üçün bir status yaradacaq olan bir xanımam mı? Və bunun üzərində nə etməliyəm, necə etməliyəm? Hansı ki, bunu ilk öncə mən deyirəm ki, insan ən gözəl özünü inşa etmə yolu kitablardan keçir. Kitablarla yanaşı, mən bu biznes sayəsində əsasən öyrəndiyim videolar var. Hansı ki, vaxta kimi əsasən bilmirdim. Səadət Şənin videolarıdır, sonra Seçkin Kalkanoğlu'nun videoları çox həyatımızda, inkişaf rolumuzda çox önəm daşıyacaq. Əgər xarici motivasiyanız hansısa bir vaxt düşərsə, mütləq həmin videolardan izləyin. Həmin videolar həqiqətən də sizi bir məna olaraq çox yüksək şəkildə motivasiya edəcək və ayaqda saxlayacaq. Ən əsası isə düşüncənizin dəyişməsinə gətirib çıxaracaq. Çünki biz bir məna olaraq Azərbaycan mentalitetində böyüdüyümüz üçün qısıtlanmış şəkildə sadəcə bu qədər yer var beynimizdə, belə yəni yanlış anlaşılma baxımından demirəm. Ancaq buradan çıxa bilmirik. Bizim beynimizdə ancaq, necə deyim, belə kürədir sadəcə. Bundan bu tərəfə çıxa bilmərik. Avtomatik olaraq hər tərəfli bizim düşüncəmizə bu yansıdığı üçün biz elə bilirik ki, bir növ, baxın, kasıb dünyaya gəlmişiksə, kasıb da ölməliyik və yaxud da bu yoxumuzsa, biz bunu qəbul etməliyik, yolumuza davam etməliyik, artıq istəməməliyik və bunun üzərindən, hansı ki, əsasən mən bunu yolumu dəyişməkdə, mən hazır 23 yaşım var və 3 ildə artıq bu biznesdə fəaliyyət göstərirəm. 20 yaşımdan da direktoram. 5 ay içində direktorluğumu açmışam. Və mən bu sözlə 17 yaşımda tanış olmuşdum. Hansı ki, mənim də bir çoxunuz kimi maddiyyat baxımından çox zəif bir ailədə doğulmuşam. Yəni, həqiqətən də arzularımın çoxunun reallaşdıra bilə bilməyəcəyim, heç düşünə bilməyəcəyim. Hansı ki, mənə desəydilər ki, sən 7 ildən sonra həyatını belə dəyişərsən, 7 il qoydum, yəni 17 yaşımdan 20 yaşıma kimi 3 il sonra həyatını belə dəyişərsən, inanmazdım. Niyə görə? Çünki o söz mənim qarşıma çıxmışdı ki, əgər kasıb doğulmuşsansa, sənin günahın deyil, amma kasıb ölürsənsə, sənin günahındır. Və həmin an özümə bir sual vermişdim, bu necə ola bilər? Bir insan kasıb doğulubsa və yaxud da ki, həqiqətən də yəni, istədiyi bir yerdə deyilsə, necə bu ölənə qədər özünü həmin yerə çatdıra bilər? Axı, yəni əvvəldən bu bir növrə belə baxaq, bizdə axı bu düşüncə olub.
Yəni bu bünövrə belə qoyulubsa, sən artıq bundan qane olmalısan, sən bundan yetinməlisən və buna ayağını uzatmasan, yorğanına görə ayağını uzat misalı var. Baxın, imенно bizim üçün deyil bu ki, buna görə etməlisən. Amma əslində bir məna olaraq elə deyil. İnsan istəyərsə özünü birinci burada, daha sonra isə daxildən hər tərəfdə dəyişə bilər, özünü yenidən inşa edə bilər və öz istəkləri üzərindən davamlı çalışaraq istədiyi nəticəni mütləq əldə edə bilər və həmin gündən sonra həqiqətən də üzərində daha çox çalışdım, oxudum, təhsil aldım, çalışdım, dövlət işində dikil və onunla yanaşı bu biznes mənə daha çox fayda vermiş oldu özümü tanımaqda, özümü inkişaf etdirməkdə. Özümü, yəni məni mən olaraq formalaşdırmaqda həqiqətən Home Life mənə qatdığı çox şey oldu. Hansı ki, ona görə istəyirəm ki, sizlər də öz dəyərinizi bilin, sizlər də özlərinizə daha çox işləyin, öz mənafeyinizi, özünüzü, nə bilim, ümumi olaraq hər tərəfli bir rolunuzu tam olaraq anlayın və onun üzərindən özünüzə dəyər verərək özünüzə bir yol çizin. Həmin yolda da özünüzü ən zirvəyə qoyun. Zirvəyə qoymaqdan qətiyyən çəkinməyin. Bəzən biz qadın olaraq özümüzü görməzdən gəldiyimiz üçün istədiyimiz nəticəni əldə etmirik. Amma özümüzü görəriksə və özümüzün nə istədiyimizi tam anlayarıqsa, onda istədiyimiz nəticəni daha mükəmməl şəkildə əldə etmiş olarıq. Belə, mən bu qədər liderim hələ ki. İstəyirsə davam eləyin. Səlabələrəm olarsa qoşularam. Çok teşekkür ederim liderim, var olasınız. Hansı ki daxili və xarici motivasiya haqqında Nazan liderim çok güzel şekilde bir dənə uşaqlara bir dənə deyim. Evdən idarə etdiyin işin olarsa, səsi bağlayarsan, uşaqlara tapşırarsan. Bir daha hər vaxtınız xeyir olsun değerli xanımlar. Yeni gelen xanımlarımız olabilir. Hoş geldiniz, sefa getirdiniz. Ben Çinara Baxşaliyeva artıq 4 ildir bu sayede fəaliyyət göstərirəm. Hazırda gəlirim 2000 manat demək istəyərdim, amma 1000 manat üzeri gəlir əldə edirəm. Amma bildiğiniz kimi buradan bayağı bir gəlirlərə sahib olaraq 50 minik maşın ki sonra 4 dəfə Türkiyə səyahəti, bir dəfə Dubai səyahəti və mükəmməl kubokların sahibi olaraq inşallah sizləri də bu yerlərdə görmək ümidiyle İnşallah sizlere de bu nəticələrinizi bir gün paylaşmaq ümidiyle deyip hansı ki daxili xarici motivasiya haqqında bir balaca mən öz fikirlərimi bölüşdürəcəm. Və mən burada özümün alanım var. Hansı ki home bitkisələ daxil olduqda mən özüm üçün işimin önəmi mənim işimdə sərf edəcəyim ləvazimatların olması mənim işimə daha gözəl adaptasiya olmağımı və işimi hər zaman öndə tutduğumu, işim üçün nələr edə bilərəm, nələrə sahib ola bilərəm deyib özüm üçün qurduğum alanda uğurlarımın səbəbi işimin mahiyyətini tam olaraq mükəmməl şəkildə anlamağımdır ki, bugün bu nəticələr və mən hər dəfəsində bu qazandığım, bacardığım uğurları, bunları gözümün önündə bulundurarak gördükdə ilk aldığım hansı ki bu sektora daxil olub gördüyüm ilk təlimdən, çıxdığım ilk təlimdən bir gün uğurlu olacağıma deyip inancımı hər daim diri tutaraq bugün bu yerlərdə olmağı bacarıb sizin kimi mükəmməl xanımlara sahib olmağı, həmçinin nəinki sizin kimi mükəmməl xanımlara ümumiyyətlə Home Life sayəsində mükəmməl komandamızda olsa da olmasa da, yəni mənim komandamda olsa da olmasa da mükəmməl xanımları tanımaq şansını bu sektorda qazanmağı bacarmışdım. Nəyin sayəsində? Bu arada Çinara Baxşaliyeva gördüğünüz kimi hansı ki sadece ve sadece inancın üzerinden fəaliyyətini davam etdirərək bu uğurlara, bu imkanlara sahib olmağı bacaran bir xanım olarak sizin qarşınızda ilk motivasiya və inşallah daxili və xarici motivasiya haqqında fikirlərimi bölüşüb, sonra da inancın gücü haqqında inşallah fikirlərimi bölüşəcəm. İlk öncə nəzərinizə çatdırım ki, daxili və xarici motivasiya həqiqətən bu sektorda önəmli faktorlardandır ki, bəzən həm daxildən gələn motivasiyaya ehtiyacımız olur, bəzən xaricdən gələn motivasiyaya ehtiyacımız olur. Amma bu motivasiyanı doğru Türklər deməsin trolləməyi, trolləmək mi lider, nə deyirlər ona? Yəni balanslaşdırmağı bacararıqsa çox gözəl nəticələr alıb gələcəyimizdə mükəmməl şəkildə qurmağı təmin etməyə bacararıq. Hansı ki daxili motivasiya dediyin insanın içindən, daxilindən, inancından, arzusundan, xəyalından bu sektora niyə gəldiyini, nə üçün gəldiyini, fəaliyyətini nə üçün davam etdirdiyini və nəyə görə, nəyə xidmət etdiyini, hansı amal uğrunda mübarizəsini davam etdirəcəyini artıq gəldiyi ilk gündən qarşısına hədəf qoyarsa, artıq bu bunun daxilində olan bir motivasiya olar ki, bu daxili motivasiyanı oyatmaq çox asaddır.
Ona görə mən hər birinizə deyirəm ki, birinci növbədə daxili motivasiyanızı hər daim güclü tutacaqsınız. Çünki daxili motivasiya dediyin sənin minlər, milyonlar, milyon insan da gəlsə, sənin aha deyəsən nəsə oldu. Milyon insan da gəlsə, sənin daxili motivasiyan olduğu müddətcə kənardan gələn nə motivasiyasızlıq, nə də motivasiya sənin həyat yaşam tərzini və iş tərzini o stabiliyini poza bilməz. Daxili motivasiya dediyin içdən gələn sənin arzun, sənin xəyalın, sənin istəyin, sənin qarşına qoyduğun hədəfdir. Məsələn, mənim qarşıma qoyduğum hədəf nədir? Mənim qarşıma qoyduğum hədəf hansı ki, kiçik hədəflərdən başlayıb böyük hədəflərə doğru hər dəyişən prosesdə özümün dəyişimimi təbii ki, nəzərdə tuturam. Hansı ki, dəyişdikcə də mənim arzularım böyüməyə başlayır. Artıq bu böyük arzular yolunda da fəaliyyətimi davam etdirərək daxili motivasiyamı hər daim diri tuturam. Mənim ilk motivasiyam nə idi? Mənim ilk motivasiyam pulsuz bir məhsulu buradan götürmək. İlk məni hərəkətə gətirən, məni çalışmağa vadar edən, mənim işimin mahiyyətini dərk edib yoluma davam etdirən ilk nə idi? Bu mükəmməl məhsulların ən azından pulsuz götürmə... Deyəsən səsim biraz uca çıxdı, onlara səsim... En azından bunları pulsuz götürməyə və təmin etmək idi ki, bu mənim ilk daxili motivasiyam idi. İkinci daxili motivasiyam nədən ibarətdir? İkinci daxili motivasiyam mənim gözəl mətbəx mebelinə sahib olmağım ki, məni hərəkətə gətirən, məni işimdə daha uğurlu etməyimi təmin edən, məni bu sahədə daha tutunaraq çalışmağımı təmin edən və ən əsası mənimlə bərabər o insanları, çalışmaq istəyən insanları tapmaq səbəbim təbii ki, mənim mətbəx mebeli idi. Buna da sahib olduqdan sonra böyük televizor sahib olduqdan sonra təbii ki, nə? Maşın, hansı ki maşın mənim demək olar ki, o illərdə çalışdığım və deməli birinci ayda Turkuaz, ikinci ayda Ləl, ikinci ayda Onyx, üçüncü ayda Ləl, dördüncü ayda Quartz. Artıq dördüncü ayda Quartz rütbəsindən, çünki o zaman maşın proyekti Quartz rütbəsindən başlayırdı və hardasa 6-cı, 7-ci, bəlkə də 8-ci ayda artıq mən o maşına sahib olaraq o maşını götürməyə qarşıma hədəfləyib, artıq o liderlərimi də tapmağı və onlar üzərində fəaliyyətimizi davam etdirməyi və nə olur olsun sonuna qədər dirənib o birinci ilində maşını götürməyimin artıq mən o daxili motivasiyamı onun üzərindən fəaliyyətimi davam etdirərək içimdə saxlamağa və böyütməyə bacarmışdım. Sonra da təbii ki telefon, bildiyiniz kimi S23 əlimdəki telefon. Yəni nəyi deməyə çalışıram? İnsanın bir daxili motivasiyasını onun arzusu belirləyir. Ona görə necəsiz? O dəftərinizin bir küncünə mütləq və mütləq arzularınızı hər daim diri tutan və sənin nə istədiyini göstərən görsənlər sənin hər zaman gözünün önündə olmalıdır ki, sən daxili motivasiyan hər daim diri olsun. Çünki biz elə bir sahədə çalışırıq ki, nə qədər də desək asaddır falan da filan da biz də bilirik. Siz də bilirsiniz ki, asad bir sahə deyil. Çünki biz yoxlarla, biz etirazlarla, biz lazım deyillərlə, biz nələrlə işlədiyimiz üçün artıq bizim daxildən gələn motivasiya önəmlidir və xarici motivasiya nədən ibarətdir? Hansı ki, çox gözəl Nazan liderim çox gözəl bir fikir bölüşdü. Hansı mentorlara müraciət edə bilərsiniz? Sizi həvəsləndirən, sizi motivasiya verən, məsələn, Səadət Şen, Nazan xanım deməsin, mən də çox sevdiyim bir təlimçidir. Mən ona baxıram və yaxud da ki, hər hansı bir daxili motivasiyamı qaldırmaq üçün kənar bir insanlara müraciət edirəm. Hansı ki, məsələn, Füsulə xanıma müraciət edirəm və yaxud da ki, alt komandamdan olan enerjisini bayıldığım bir liderlərlə artıq müqayisə edilir, mübahisə hər hansı bir atışdırmalıq edəndə bu mənim daxili xarici motivasiyamı daha da canlandırır, daha da bəzən insanlar negativlə gələndə başlayırlar onlar düşünməyə ki, ay məni yordu, ay məni sıxdı. Əslində mənim daxili motivasiyamı, daha doğrusu xarici motivasiyamı motive edən faktorlardan biri də mənə gələn bacarmazsan, mənə gələn falan şey falandır. Yəni bu uhlar da mənim xarici motivasiyamı bir növ daha da yüksəltməyi təmin edir. Hansı ki, bunu siz belirləyəcəksiniz. Sizi bu sahədə daxili və motivasiya nələr gücləndirir? Çox gözəl şəkildə Nazənin liderində fikirlərini bölüşdüm. Hər daim daxili motivasiyanızı öndə tutmağı və nə üçün, nəyə görə yola çıxdığınızı və nə istədiyinizi bildikdən sonra gerisi təfərrüat. Keçək inancın gücü, hansı ki, inancın gücü sayəsində ümumiyyətlə bu sektorda necə uğurlu olmaq olar, bu sektorda necə fəaliyyətini davam etdirmək olar, bu sektorda necə ayaqlar üzərində durmaq olar, bu sektorda necə pul qazanmaq olar. Bu barədə mən inşallah ki, inancın gücü haqqında sizlərə bir həm bilim tərəfindən, həmçinin də təcrübələr tərəfindən sizlərə öz fikirlərimi bölüşmək istəyirəm ki, artıq 4 illik sektor həyatımdan demək olar ki, inancın sayəsində kabinetimdə gördüyüm gəlirlər, inancın sayəsində
mükəmməl liderlərə sahib olmağımı demək olar ki, mən inancım sayəsində bacarmışam. Deyirsiniz ki, Çinara xanım, o necə ola bilər ki, inanc hara, bu sahə hara ki, həyat yaşam tərzi olaraq biraz araşdırmalar etsəz və mən özüm araşdırmalar nəticəsində nəyə görmüşəm? Görmüşəm ki, həqiqətən həyatda mövqeyini tapan, ayaqları üzərində duran, ümumiyyətlə istədiyi nəticələri alan %99,9% insanların inanclarının çox üzr istəyirəm. Davam edeyim, istəyirsiniz eləmələri siz gəlmək kimi. Bayaqları bir nüans yadımdan çıxdığını istəyirəm vurğulayım. Çinarə xanım deyəndə tam olaraq üstlərini növ basmış oldum. Hansı ki, baxın xanımlar nə deyir? Deyir, birinci olaraq istəyirdim buradan məsələ pulsuz şəkildə götürüm. Daha sonra istəyirdim ki, davam edirsiniz, derim, davam edin, sonra danışın. Buyurun, buyurun, siz fikirlərinizi bölüşün, sonra inşallah mən fikirlərimi bölüşüm. Məsələ pulsuz götürməkdən sonra artıq keçdi digərlərinə, biraz pul götürüm əlimə. Ondan sonra, nə bilim, səyahətlər olsun, maşın bürəkdir. Yəni, baxın, hər birini etap-etap, birbaşa mən milyonçu olmaq istəyirəm, yox. Yavaş-yavaş mən onların arxasıca gedib onları tutmaq istəyirəm. Hansı ki, belə bir deyim var. Bir böyük bir addım atmaqdansa 100 kiçik addım atmağı daha çox önəmli qılgıram. Çünki bir böyük addım atmaq 100-dən bir insanın bacardığı bir şey ola da bilər, olmaya da bilər. Amma 100 kiçik addım atmaq %99% insanın hər kəsin bacardığı bir işdir. Ona görə də motivasiyamız olsun, hədəfimiz olsun, bunu bu cürə bəlirləmək lazımdır ki, daha gözəl şəkildə nəticələrimizi əldə etmiş olaq. Buyurun İdem, devam Bəli, edin. çok güzel bir deyim vardı liderim. Yəqin ki siz de onu eşitmişsiniz. Bir var ki bu istediğin o naləte və uğura bir günün içinde çatmağı çabalayasan ki sen 10 ildə keçsə o nailiyyətə, o fəaliyyətə davam edir, çata bilməyəcəksən. Amma biri de var ki ona etap addım en azı 10 il değil de en azı onu daha kısa zamana sığdırmağı bacararsan. Hansı ki ne diyordum unuttum Aylacığım, hardaydım? %90% insanların ümumi olaraq daxili gücü sayəsində inkişaf elədiklərindən danışır. Deməli %99,9% insanların inancı üzərindən istədiyi uğur və nailiyyətlərə imza atmağı bacarır. Və bunu bir balaca mən bilim üzərində də araşdırmağa çalışdım. Hansı ki o liderim adını bilmirəm, bəlkə də siz bilirsiniz. O saçı uzun bir bəy var, mentor, təlimçi. Mütləq onu qrupa atacağım, tez-tez atıram onu. Onun da araşdırmaları nəticəsində, bir neçə bilim insanlarının araşdırmaları nəticəsində nəyi gördük? Gördük ki, insanın beyni ümumiyyətlə nəyə inanarsa, beyin neyronları artıq başlayır yavaş-yavaş o beyin neyronları hərəkət etməyə və hərəkət etdikcə o sənin inancına doğru inkişafını, iradəni və inancını, hətta gücünü buna doğru irələtməyini təmin edir. Ona görə liderlərim, inancın gücü sadəcə və sadəcə sizin inancınız dildə inandım deyil. Həqiqətən də içdən inanaraq, inandığın bir yolda artıq sən istər-istəməz inandın. Məsələn, bunu götürək. Bunun üzərinə bu arada Sillok bir məhsulumuz var. Bilirsiniz də o gün məhsullar kanalında həm də Güc Birlikdə kanalına yönləndirmişdim ki, hansı ki maşallah gəvəni artıq yayı gözləməyə ehtiyac yoxdur. Əl-əxsusda uşaqlı anaların deyərdim ki, mükəmməl seçim. Düzdür, məndəki indi hal-hazırdakı bildiyiniz kimi Probiyekdir. Ehtiyac yoxdur və o qədər gözəl şəkildə gəvəni tərtəmiz etdi. Digər gəvəmin o tərəfi biraz tozluydu. Hələ ki toz saranlamışdım. Tozluydu. Amma bundan istifadə edərkən həmin hissənin həm rənginin açılmasını təmin etdi, həmçinindəki tez qurumasını təmin etdi. Bax liderlərim, mən bunu aldım, istifadə etdim. Artıq mən buna inanaraq bunu qarşı tərəfə təqdim etmək üçün mənim beyin neyronlarım hərəkətə keçir və hərəkətə keçərkən mən bunu daha mükəmməl şəkildə necə təqdim edə bilərəm? Mən bunu necə gözəl şəkildə insanlara çatdıra bilərəm düşüncəsi, beyin neyronları məndə artıq hərəkətə keçir. Hərəkətə keçdiyində bütün bədən hüceyrələrim həmin mənim inancım üzərində fəaliyyətini davam etdirməyə başlayır. Bax, işimizin gözəlliyi də bundan ibarətdir. İşimizin önəmi də və inancın önəmi də bundan ibarətdir ki, sən nəyə inanarsansa, həyatında onun gerçəkləşməsinə vəsilə olarsan. Hansı ki, bir balaca hər kəs, bəzən xanımlar belə bir deyim deyirlər, mən bunu yeni də həyatı məsələlərdən gətirmək istəyirəm ki, deyirlər, məsələn, necə olur ki, mən uşaqlıqda biraz, məsələn, qaraqabaq oğlan istirdim və yaxud da ki, necə olur ki, mənim uşaqlıqda ancaq istirdim, mənim oğlum olsun, və yaxud da mənim ancaq qızım olsun, və yaxud da ki, hər hansı bir, mən
bəzən hətta insanlarda belə bir, bilməm, sizlərdə baş verib. Mən məsələn insanlarla danışarkən bunu daha gözəl şəkildə çözüb. Ay, məndə də olmuşdu. Məsələn, mən bunu yuxuda görmüşdüm, mən bunu hiss etmişdim, mən bunu duymuşdum deyə insanların düşüncələrində, fikirlərində bəzən bu kimi deyimlər olur. Hətta belə bir fikir var. 6-cı hissim mi falan. Yəni bu düşüncələr olur. Əslində bu bilirsiniz nədir xanımlar? Əslində bu bizim beynimizdir, inancımızdır və inancımız üzərindən beyin neyronları hansı ki qeyd etdim ki, hərəkətə keçir. Hərəkətə keçən zaman bütün vücudumuza, bütün sinir hüceyrələrimizə, bütün düşüncələrimizə, bütün duyğu orqanlarımıza həmin inancımız toxunaraq başlayır bizim bütün bədənimiz, ruhumuz, düşüncəmiz, dilimiz, gözümüz, ürəyimiz, yəni bütün orqanlarımız artıq başlayır o inanc üzərindən hərəkətə keçməyə. Ona görə də niyə deyirlər? Niyyətin ara mənzilində ora. Yəni bunu atalar boşu-boşuna sadəcə və sadəcə deyim olsun deyə deməyib. Sadəcə dildə deyilsin deyə deməyib. Əslində bunlar təsdiqini tapmış, insanlar tərəfindən analiz edilmiş və sonunda o təsdiqin cavabında 1000 nəfərdən 999'u deyək ki, bunun üzərindən eyni prosesə gəldiyini qeyd etdikləri üçün bugün inancın bu qədər önəmli olduğunu hər kəs bilimdə də, həmçinin bu sektorda da artıq biz bunun nəticələrini özümüz təcrübə edinərək görməyə bacardığımız üçün sizlərə də məsləhətimiz budur. Ki, nəyə inanarsan, onu böyüdərsən. Əgər inancın sənin çöküşdürsə, əmin olun ki, çöküşü böyüdərsən. İnancın qalxışdırsa, əmin olun ki, qalxışı böyüdərsən. İnancın savadlı, bilgili bir lider formatında özünü fəaliyyətini davam etdirməksə, əmin ol ki, onu böyüdərsən. İnancın sənin burada məndən bir şey çıxmaz deyə düşüncəsi olarsa, əmin ol ki, onu böyüdərsən. İnancın sənin burada, bəli, mən gəlirlər sahibi olacağam, mən məşğul sahibi olacağam, mən ev sahibi olacağam, mən həyatımı dəyişəcəm, mən kabinetimdə bu qədər gəlir görəcəm, odursa, onu böyüdərsən. Şəbəkədə bəzən insanlar, məsələn, mən 4 il bundan öncə bu sektora daxil olanda insanların bu şəkildə gözəl danışığını görəndə deyirdim ki, Allahım, görürsən, məndə də bu bacararam. Yəni, məndə də bu qabiliyyət ola bilər. Yəni, mən insanlara hansı ki, o qədər belə qəribə bir düşüncə ilə şəbəkəçi deyəndə, şəbəkə ayda, bu nə gözəl danışır, nə gözəl fikirlərini ifadə edir. Hətta anında verdiyin suala necə də gözəl cavab verir. Yəni, əslində bu şəbəkə dediyin 6 aydan sonra burada olan hər bir kəs şəbəkəçi statusundadır. Niyə? Çünki 6 ay o etirazlara davam gətirmək, 6 ay insanların yoxlarını eşidib o yoxları həyə çevirmək, hər deyərdim ki, kişinin işi deyil. Baxın, bir balaca araşdırsanız, baxsanız görərsiniz ki, qadınlar şəbəkədə, networkdə daha uğurludur, nəinki bəylər. Yəni, barmaqla sayan bəylər var ki, networkdə cəmi hesablarsan, məsələn, Azərbaycanda mənim araşdırmalarım nəticəsində cəmi cümlətanı hesaplasan, 10-15 şəbəkəçi var. Bu 10-15 şəbəkəçidən də haradasa 3'ü 4'ü, yəni ən azından müəyyən kütlədə tanınmış bir şəbəkəçilər. Niyə? Bilirsiniz niyə? Çünki onların beyni, yəni bəy beyni, əks cinsin beyni, qadınların beyni qədər o yoxlara, o etirazlara, o istəmirəmlərə, o bacarmazsan deyənlərə, o sənlik deyil deyənlərə, o istəmirəm, məhsulu istəmirəm deyənlərə və yaxud və ilə axır, hansı ki, artıq HOM-un da müəyyən dönəmində HOM batır deyənlərə, HOM-da boş çalışırsınız deyənlərə, zamanınızı boş sərf edirsiniz deyənlərə həqiqətən də hər insanın dözə biləcəyi bir proses deyil. Ona görə bu gün güclüyük, ona görə bu gün bacarırıq, ona görə bu gün qadınlar artıq maşallah olsun ki, bu sahədə çox gözəl yerə gəlməyi, çox gözəl şəkildə. Baxırsan, bəzən olur ki, mən burada pul qazanmadım, mən burada ayaqlarım üzərində durub, həqiqətən də həyatımda öz mövqeyimi tapmağı bacardım deyən xanımları görürük. Sonra burada məsələn, mən burada bacarmadım, amma gedib başqa bir yerdə artıq müəyyən bir işimi qurmağı bacardım deyən xanımlar var. Yəni, bu nəyin göstəricisidir? Bunların hər biri beynin, neyronlarının, inancın, nəyin üzərində böyüdəcəyinizin, onun üzərində fəaliyyətinizi davam etdirəcəyinizin, o yolda gedəcəyinizin, çatacağınız uğurun və ya uğursuzluğun gəlib həmin prosesə çatır ki, inanc həqiqətən də bu sahədə önəmlidir. İnanıram ki, sizlər də ən azı bir də son olaraq bir şey demək istəyirəm ki, hansı ki, inanın, niyə inanın, səbəbini deyəcəm. 4 il bundan öncə, hansı ki, bildiyiniz kimi, yəni bilirsiniz, mənimlə bərabər çalışanlar bilərlər nə demək istədiyimi, hansı ki, bir dönəm Türkiyədə, Home Life-da bir dönəm baş verir. Bu dönəmdə hansı ki, biraz çökmələr mi deyim, biraz məhv olmalar mı deyim, hansı ki, biraz stresli bir günlər mi deyim, dönəmlər mi deyim, aylar mı deyim, keçirən zamanda Azərbaycana açılaraq
Azərbaycan, Türkiye çok güzel işi oldu. Hansı ki liderim bilmem yadınızda değil. O zamanlarda o dönemlerde Crown rütbesini hatta açmıştı. Hatta gelip Azerbaycan'da inşallah ki onu yönlendireceğim. Ekran paylaşacağım bakarsınız. Oradan görüntüleri sizlere yönlendireceğim bu təlimdə. O zamanda artık Azərbaycan onun üçün ışık olduğu için Gürcistan da bir dönem bizim için ışık oldu. Yadınızdadırsa bizimle bazı problemler olarsa zaman Gürcistan bizim için ışık oldu ve inşallah indi de Özbekistan bizim için ışık olacağına eminim. Her inandığın hayal gerçektir. Her getdiyin yolda tuttuğun mövqe, qarşına qoyduğun hədəfin və hədəfindən şaşmayaraq nə olur olsun o hədəfinə çatacağın bu qədər qadınlar burada hər biri hədəflərini reallaşdırmağı bacarıb, hər biri Home Life sayəsində həqiqətən müəyyən gəlir əldə edənə bax, ev əldə edənə bax. O gün Nərminə xanım statusda da paylaşmışdıq, hətta qruplara da yönləndirmişdik ki, onlar sayəsində evini alıb artıq keçən il almışdı səhv etmirəmsə, yoxsa o birisi il almışdı tamamen. Artıq o ev gördüsünü də qürurla təqdim edib, ev gördüsünü insanlar gəlib onu bir ilmiş gecikdirilmiş, amma bir ilin sonunda onun təqdimatını daha doğrusu bizlərə çatdırmağı bacarıb qruplara da yönləndirdik. Yəni nə demeye çalışıram xanımlar? Bu dönemde daha dik durarak, daha ayakta durarak, daha inançlı şekilde fəaliyyətinizi devam ettirip ne olur olsun sonuna kadar gittiğiniz yolun sonunda eğer belirlediğiniz bir hedef varsa hedefinizden asla şaşmamağı ve o hedefe doğru her gün Nazanin liderim demesin minik balaca çıkılı her gün işiniz için özünüze sual verin. Bugün ben işim için ne ettim? Bugün ben o arzum için ne ettim? Bugün ben fəaliyyətimi devam ettireceğim ve çatacağım o mekan, çatacağım o uğur için ne ettim? O sualın cevabında akşam özünüze vereceğiniz bir cevabınız varsa ki, ben bugün işim için bunu ettim. Ben bugün hayalım için bunu ettim. Bugün ben o inancım için bu işimi gördüm deyip yolunuza devam edersizsə, emin olun ki bu 4 ildə 10 dəfə yıkılmalar, çətinliklər, gedən proseslər inancımızla bu yerlərə gəlməyə bacarmışıqsa, Allahın izniyle 2. 4. ilimizdə də bir də belə danışaraq, ben buna inanıram. İnşallah sizler de inanın. Çünkü biz inancımız üzerinden bu yerlere gelmeye bacarmışıq. Burada grupa dediğim kimi bir dənə bölüşüm. Hansı ki o Azerbaycan üzerinden fəaliyyətini devam ettirən və Crown bizi de liderlerle beraber orada dəvət etmişdilər. Şəkili görürsünüz yəqin ki, hansı ki nə qədər şəkil var? 2600, 3563 şəkil var. Bu hər biri tədbirlərdən, təlimlərdən çəkilən şəkillərdir. Hansı ki qaleriyada olmasın deyə. Hətta mən bunu ilk 5. ayda ilk rütbəmi açanda açmışdım ki, müəyyən şəkillərimi bu kanala yönləndirim. Çünki bilirsiniz də telefon da olur. Telefonum da olduğu üçün bura yönləndirmişəm. Yəni xatirələr, bu 4 illik sektor həyatımda xatirələr, inanıram ki, hələ bu gələn 4 ildə də daha çox olacaq. Bir şeydə nəzərinizə çatdırım, kimlər gəldi, kimlər getdi, amma bu sektorda qalıb mübarizə verənlər, maşallah olsun ki, həyatını sıfırdan inşa etməyi bacaranlardır ki, inanıram ki, yenidən başlayaraq, yenidən toparlayarak həyatımızı dəyişmək yolunda ve yeni gelen hanımlarımız emin olun asan da olmadı ama zoru bacardık. Sizler de yeni gelmişsiniz, hoş gelmişsiniz, sefa getirmişsiniz ve inşallah bunun üzerinde fəaliyyətinizi daha çok devam ettirerek, daha çok inanarak, daha çok hiç kese hiç neye bakmayın. Hiç kimi dinlemeyin, hiç kesten hiç ne gözlemeyin. Ancak ve ancak arzunuz, hayalınız, defterinize yazın ne istiyorsunuz, ne için buradasınız, fəaliyyətinizi ne için burada devam ettirirsiniz ve yoklara değil de, istemiyorum diyenlere değil de, bacarmazsan diyenlere değil de, sen bunlara inat, sen bacaracağını özüne birinci sübut et, bacarmağın için her gün bir adım at, inan, inancın üzerinden fəaliyyətini devam ettir ve bir gün bacaracağına emin ol. Çünkü bayaqlar qeyd etdim ki, inanç bu sektorda o kadar önemlidir ki, bu inancını böyütmeye bacarıb, neye sərf edəcəyini, ne için bu inancını böyüləcəyin, hansı amal için, hansı arzu için xidmətini genişləndirəcəyini bacaracağın bu sektorda əmin ol ki, bacaracaqsan. Yeter ki çalış, yeter ki inan, yeter ki əmin ol, yeter ki fəaliyyətini bu sektorda kazanacağım
bacaracağam, böyüyəcəm, sektorun mahiyyətini və şəbəkənin nədən ibarət olduğunu anla, qavra, dərk et və onun üzərindən fəaliyyətini hər gün davam etdir və bir gün görəcəksən ki, bacardın. Çox təəssüf olsun ki, tapmadım o Crown görüşünü. İnşallah ki, mütləq və mütləq tapsam bu qrupa da yönləndirəcəm. Amma nə edirsiniz? Yeni aya, yeni günə, yeni eraya start verib, yenidən ayağa qalxıb, toparlanıb, inancınızı daha üst level'a çatdıraraq fəaliyyətinizi davam etdirmək ümidiylə. Sabahdan yenə eyni zamanda, eyni məkanda, yəni bu kanalda inşallah yeni bir liderimlə sizin qarşınızda olmaq ümidiylə inanıram ki, sizlərdən bu gün notunuzu alıb, həm yeni gələn xanımlarımız, həm də digər xanımlarımız bu gün notunu alıb, inşallah ki, daha güclü şəkildə ayağa qalxaraq, inancını təzələyərək, nə üçün bura gəldiyini, nəyə görə bura gəldiyini və gələrkən hansı həyəcanla başladığını unutmayacaq, o həyəcanını təzələyəcək və yenidən fəaliyyətini qaldırıb, inşallah istədiyi yerlərə çatacaq. Hələlik, gələn təlimlərdə görüşmək ümidilə. İnşallah liderim, gününüz xoş getsin. Ümid edirəm ki, bütün liderlər üçün yararlı, faydalı bir təlim oldu. Hər kəs daxili, xarici motivasiyasını ikisini bir arada işə keçirərək çox sürətli şəkildə inkişaf edib istədiyi nəticəni mütləq əldə edəcəyinə əminəm. Təşəkkür edirəm. Hələlik.